5 də Əmir ağa da, 5 də. Yordun beni, beni de Bravo Şirkətlər qrupunun sponsorluğu ilə Avto Plus Company MMC və Azərbaycan Uşaqları İctimai Birliyi retro maşınlarının festivalını təşkil edib. Festivalda retro maşınlardan əlavə olaraq bol əyləncə, tarixi eksponatlar və kolleksiya maşınları təqdim olundu. Musiqiçilər öz performansı ilə festivalı daha rəngarəng etdi. Sonda sponsorlar tərəfdən festival iştirakçılarına hədiyyələr təqdim olundu. Burada biz istədik ki, insanlar gəlsinlər, keçmişə səyahət eləsinlər. Özünüz gördüyünüz kimi 47-ci ildən 95-ci ilə qədər avtomobillər var burada. Yəni bizim əda tənəmiz var, gəlin maşınları, bəy maşınları və bizə dəstək olan Bravo təşəkkürümüzü bildiririk ki, bizə belə bir gözəl məkan təşkil edilər, tədbirimizi keçirdik. Burada hər bir maşının öz xatirəsi var, yəni öz hekayəsi var. Ləzzət elədi hamımıza, köhnə retro, klassika sevənlər hamısı buradadır. Yusuf qardaşımıza təşəkkür edirik. Belə gözəl ətrafına toplayıb insanları, Bravo Şirkətlər qrupuna təşəkkürümüzü bildiririk. Mən də Yusufun bir dostu olaraq, ifaçı olaraq gəldim, Bakı haqqında mahnılar ifa elədim. Çox gözəl, insanlar istirahət edirlər, Allah canımızı sağ eləsin. Belə festivallardan, belə sərgilərdən inşallah bol olsun. Köhnə retro, klassik maşınlarımızı yaşadaq. İnşallah keçir. Belə bir tədbir olmamışdır. Doğrudan maraqlı keçir, hamının da rəğbətini qazanır. Davamlı olsun. Nətər deyərlər, doktor dedi o sözü təkrarlamağa görə düz davamlı olsun, bundan da artıq olsun, bundan da yaxşı olsun. Özün görürsən ki, bugünkü gündə Azərbaycan, Bakının bütün nəqdə əhali var, hamısı burada görürsən, baxırlar, maraqlanırlar köhnə tarixi maşınlara, köhnə maşınlarımıza maraqlı. Ona görə davamlı olsun. Allah heç kəsin əziyyətini itirməsin. Amin. Axşamdan çox əziyyət çəkdiniz doğrudan. Amin inşallah. Allah sizi də böylüyünə əsir eləməsin. Çox sağ olun, var olun. Öz adımdan və FNACO kolleksionerlər qrupunun adına mən də sizi də salamlayıram, tamaşaçılarımıza da salamlar söyləyirəm. Sizə təşəkkürümüzü bildiririk ki, belə gözəl, xatirəli, yəni bizi bir anlıq keçmişə aparan tədbirə dəvət eləmişsiniz. Çox gözəl bir tədbirdir. Şəxsən mənim fikrimdir ki, belə tədbirlər daha da çox olmalıdır. Keçmişə səhərdə həqiqətən də köhnə modellər, avtomobil modellərinə baxırsan, xatirələr gəlir. Hər bir maşının burada öz taleyi, öz tarixi var. Biz də indi öz əlimizdən bacarmışıq, gətirmişik köhnə maşınları, kənd avtobuslarına gətirmişik, kəndə Bakı kəndlərində işləyirdi vaxtı ilə. Yəni sizə dəstək olar bitər də biz də tarixi yaşadırıq. Çox gözəl tədbirdir, çox möhtəşəm tədbirdir. Daha bol olsun, daha çox olsun. Təşəkkür edirik bir daha. Çox sağ olun. Deyiblərəm mən, bir də bir festivalın gözəlliyinə bir baxın. Zinətdir və bunlar əkşinov, lərcəvayratdır və bunlar, lərcəvayrat. Ay maşallah, Allah təşkilatının canını sağ eləsin, Bravo heyətinin canını sağ eləsin. Var olun da Allah əriş, mən bundan artıq nə deyə bilərəm? Var olun. 90, 80, 90-cı illərdə var idi. Bunu 2026-cı il olmağına baxmayaraq mən hələ də bunu yaşadıram, hələ də bunu davam edirəm. Niyə görə? Çünki bizim belə retro kar dostlarımız var. Həm onlar öz konseptini qoruyur, həm də mənim öz konseptimi qorumağa mənə kömək edirlər. Bu festivalda zəhməti keçən hər bir kəsə dərin təşəkkürümü edirəm, minnətdarlığımı bildirirəm. Allah xoşbəxt eləsin. Bax, indi bir dənə söz deyəcəm. Bizim böyüklərimiz, valideynlərimiz belə gəlin maşında gəliblər də. Bəlkə də biz ona görə həqiqətən ailələrimiz düzdür. Nə qədər əzab əziyyətdə olsa da, amma şükür olsa Allaha çox xoşbəxtdir. Nə boşanmaların sayı indiki qədər deyildi. Nə bilim, şükür olsa Allah xoşbəxt eləsin. Bu günləri həqiqətən bu retro maşınlar bəlkə də bizim üçün bir dərsdir, bir örnəkdir, bir təbliğatdır ki, baxaq, bu üçün həqiqətən gözəl, önəmli olan maşının bahalığı deyil. İndi bir də görsən ki, gedirik məsələn toylara, ya evlənəndə, ya gəlin götürdü də deyirlər ki, bahalı gəlin maşını olsun. Vallahi beləncə maşınlarda gəlin gəliblər bizim valideynlərimiz. Amma çox şükür Allaha ki, tərbiyəli,
mədəni, nə bilim, nümunəvi bir insan olmağa çalışmışıq. Bizi o zəhmətlərlə, əziyyətlərlə böyüdüblər. Vətənimizi sevən vətəndaş olmuşuq. Çox sağ ol, təşəkkür edirəm. Yol TV-ni də izləyin, bəyənin. Təşəkkür edirik Yol TV-yə, gəlib işıqlandırdınız. İnşallah subayların toyuna hep kartejle gerek inşallah.